Paytaxtdakı 144 nömrəli tam orta ümumi təhsil məktəbində maraqlı təşəbbüs reallaşdırılıb. Təhsil müəssisəsində müəllimlər üçün QR kitabxana yaradılıb. QR kitabxanada müxtəlif janrlı resurslar, qısa hekayələr, motivasiya edici kitab və məqalələrdən hissələr, lirik musiqi nümunələri, həmçinin qısa metrajlı filmlər toplanıb. Müəllimlər mobil telefon vasitəsilə QR kodları oxudaraq öz arzu etdikləri bölmələrə daxil ola bilirlər. Elə hazırda mən də Azərbaycan ədəbiyyatı bölməsinə daxil olmaq istəyirəm. Gəlin birlikdə yoxlayaq. Kitabxanada bütün bölmələr ardıcıl və səliqəli şəkildə qeyd edilib. Məktəb rəhbərliyi hesab edir ki, bu təşəbbüs təhsil müəssisəsində rəqəmsal resurslardan istifadənin genişləndirilməsinə xüsusi töhfə verəcək. QR kitabxananı əslində buna bənzər bir layihəni bir təhsil səfərlərimizdən birində görmüşdüm, bənzəri. Bunun dedim, niyə də daha maraqlısı bizim məktəbdə olmasın və bunu mən müəllimlər gününə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətindən məktəb rəhbərliyi olaraq öz müəllimlərimə hədiyyə olaraq hazırlatdım və gördüyünüz kimi məktəbin müəllimlər otağında yerləşdirdik. Orada olan kitabların əksəriyyəti əyani olaraq çətin tapılan kitablardır. Amma çox vacib düşünürəm ki, müəllimlərin həm özünün inkişaf, həm də ümumi olaraq sadəcə bir ruhunu dinləndirmək üçün istədiyi bir şeir, hər hansı bir əsər oxumaq üçün olan kitablar da orada var. Bu texnoloji yenilik müəllimlərin mütaliə və şəxsi inkişaf vərdişlərinin rəqəmsal formatda təşviq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu bizim üçün böyük bir sürpriz oldu həqiqətən. Bizdə böyük maraq kəsb elədi. Hamımız elə yaxınlaşdıq telefonumuzla QR koduna. Görək nələr var, nələr yox. Həqiqi mənada çox marağımızı çəkdi. Yəni müəllimlərin o vaxtlarını daha dəyərli eləmək üçün boş vaxtımızda dediyimiz o pəncərələrimizdə, tənəffüslərimizdə, yəni istədiyimiz bir musiqini 5 dəqiqə dinləyib yenidən bir sinifə, bir şagird qarşısına çıxmaq müsbət təsir eləyir. Biz boş vaxtlarımızda, tənəffüslərdə və yaxud da boş saatlarımızda müəllimlər otağında olanda müəyyən musiqilər dinləyirik və yaxud da filmdən kadrlara baxırıq. Sevdiyimiz şairlərin, yazıçıların kitablarından oxumaqla, parçalar oxumaqla öz ruhumuzu dincəldirik və bunun sayəsində yenidən dərsə girəndə artıq bizim beynimiz daha sakit olur. Layihənin əsas məqsədi pedaqoji heyətin asudə vaxtının səmərəli təşkilinə hesablanıb. Günlar İlqar qızı, Zaur Həşimov, Telesəhər.